psixoloji təsir vasitələrindən elə ən güclüsü Allaha inan, daxili paklığını, daxili sədaqətini ifadə edir. Mən məsələn öz təcrübəmdə deyə bilərəm ki, o nadürüst şəxslər var. Onlar xəstələnəndə çox çətin sağalırlar. Demək olar ki, sağalmırlar. Ancaq mənəviyyatı taraz, düzgün olan adamlar xəstələnəndə də çox tez müalicə olunurlar. Mən bunu öz təcrübəmdə dəfələrlə görmüşəm, izləyirəm həmişə. Bu baxımdan, əgər bizim pasiyentlər, yəni bizə müraciət edən şəxslər, onlar daxilən pak, təmiz adamlardırsa, Allaha inamları yüksəkdirsə, onlar əlbəttə dua eləməklə, ondan sonra dini mərasimlərdə daha aktiv iştirak eləməklə, bu yolla öz daxili ruhi sarsıntılarını daha tez aradan qaldıra bilərlər. Bu, mövcud olan bir məsələdir. Allaha inamı mən insanların ən böyük nailiyyəti hesab edirəm. Əgər o insandırsa, düşüncəli, homo sapiens deyirik biz tibbi dildə, o Allahı dərk eləməlidir. Allahı dərk eləməyən adamların bir qisminə mənim yazığım gəlir, onlar yəqin ki, anlaqsız şəxslərdir. Yəni, ya ruhi xəstədir, ya ağıl çatılmazlığı var və ilaxırı. Onlara heç bir, necə deyirlər, nifrət, cəza olmamalıdır. Ona görə ki, o anlaqsızdır. Elə adamları hətta cinayət məsuliyyətinə də almırlar. Azərbaycan Cinayət Məcəlləsinin 11-ci maddəsi tətbiq olunan şəxslər deyilik onlara biz. Ancaq bu və ya başqa dərəcədə savadı olub, Allahı dərk eləməyən, ona inanmayan, onlara mən nifrət edirəm, onları mən bilmirəm necə adlandırım, o heç cür mənim beynimə sığışmayan bir anlayışdır. Necə ola bilər ki, insan, ağıllı insan, müasir həyatın qanunlarını izləyən adam, yerin, göyün əhvalatlarından bir balaca halı olan adam, xəbərdar olan adam Allaha inanmasın. Bunu mən qeyri-mümkün hesab edirəm. Siz deyim sizə ki, mən o Quranı oxuyanda çox müdrik bir kitabı gördüm. Və orada mənə belə gəlir ki, o Quranı oxuyanda elə bir insan biraz sakitləşir, biraz müdrikləşir, biraz bilirsiniz, necə deyim sizə? Maddiyyətdən ola bilər ki, uzaq düşür. Xeyirxahlıq gəlir və pis işlərdən uzaq düşür. İnsan həmişə gərək xeyirxah olsun və Allahdan qorxunsun pis iş görməklə o leitmotividir bütün Quranın. Qaldı bu ruhi xəstəliklərə kömək. Mən deyim sizə ki, məsələn, Təzəpirdə gözəl bir tövbə cəmiyyəti yaranmışdı və bizim narkomanlar, alkoqoliklar tövbə eləyəndə Allaha inananlar əlbəttə ki, gedirdilər orada yunurdular, sonra gəlib deməli, təmiz paltar giyirdilər, gəlirdilər o tövbə cəmiyyətinə. Çox narkomanlar və alkoqoliklar o çox pis yoldan qayıtdılar Allaha inanaraq. Bu xeyirdir. Əlbəttə, 38 ildir psikiatriyada işləyirəm. Onu istəyirəm deyim ki, psikiatrlığında başqa bir insan kimi belə gəlir ki, inanan adamlar inanmayanlardan yaxşı olurlar. Çünki onlar nədənsə qorxurlar. Bir qədər müqəddəslik var onlarda, pislik eləmirlər, günah hər pis şeyi hesab edirlər. Bu böyük işdir. Bu, biz tərəfdən, psikiatr tərəfindən insan özü ilə autogen trenirovka aparır. Yəni həmişə özünü öyrədir ki, xeyirxah